Salam əziz insanlar, Aydınlanma kanalına xoş gəldiniz. Əgər eşitmisinizsə, belə bir kitab var. Richard Dawkins'ın Egoist Gen adlı bir kitabı var. Bu kitab bizə onu sübut eləməyə çalışır ki, hər bir şey, hər bir canlı varlıq, hətta canlı olmayan varlıqlar, canlı olmağa meyilli olan, canlı sayıla biləcək varlıqlar belə, məsələn, ağaclardır. Tutaq ki, canlı varlıqlardan dovşandır. Onlar sadəcə egoist genlər sayəsində bu dünyada qalıblar və egoist gen, genetika özünü hər bir yerə yayıb və bu dünyada ağalıq eləyir. Yəni Richard Dawkins'a görə bütün proseslərin səbəbkarı əsasında egoist gen durur. Genetika, DNK. Amma bizim təbiətimiz bunu qəbul eləmir. Düzdür? Bizim təbiətimiz görürsüz, meymunlardan əmələ gəldiyimizi Charles Darwin'in yazdığı kitabı qəbul eləmir. Niyə görə? İndi mən sizə sual vermək istəyirəm. Sizcə Matriça nədir? Siz düşünürsünüz ki, Matriça 1999-cu ildə çıxan Matriça filmidir. Yəni robotlar inkişaf elədi, kuantum dünyası, texnologiyalar irəli getdi və belə bir proses əmələ gəldi. Yəni irəlidə gələcəkdə belə bir hadisələr baş verəcək. Xeyr. Və Matriça oramıza buramıza taxılan şnurlar, kabellər deyil. Kapsulun içində biz yaşamırıq. Matriça sənin elə indi olduğun reallığın özüdür. Bax, sənin indi bir-bir gedirik. Təməldən başlayırıq və bu matriçanın necə işlədiyinin fərqinə varacağıq sizinlə bir yerdə. Sənin insan olduğuna inanmağın matriçanın birinci addımıdır. Sistemdir, anlayışdır, konsepsiyadır, konseptual düşüncənin yaranmasına olan bir addımdır. Sən insansan, insan olduğuna inanırsan, insan olmanın fəlsəfəsini daşıyırsan, insan olma fəlsəfəsinə uyğun olaraq yaşayırsan və sən küçəyə çıxanda, çölə çıxanda özünü insan kimi görürsən, digərlərini belə gedirik də, 2, 3, 4, 5 da rəqəmləri deməyəcəm, sadalamayacam, biz belə gedirik. Digərlərini, məsələn, özünün sonradan birinci insan görsən, insan fəlsəfəsi, ondan sonra özünü ya kişi kimi, ya qadın kimi görsən, elə deyilmi? Ondan sonra sən digərlərini ya özünkü kimi görürsən, yaxud da ki, özündən ayrı, fərqli, sənə yad olan birisi kimi görsən. Sən özünü ondan sonra daha incə olan anlayışların bir-biri ilə əlaqəsi, bir-birinə toxunulması baş verir və toxulma prosesi gedir. Necə ki, xəlçələrə siz baxırsınız, o matriça sisteminə əsasən yaradılıb. Görürsünüz, bütün hamısı iynədir, iplərdir, hamısı bir-birinə gedir və müəyyən bir rəsm, fiqur, obraz, müəyyən bir mesaj çıxır ortaya. Sən insansan, insan fəlsəfəsi, sən kişisən, qadınsan, müəyyən şəxsiyyət yaranılır, o sənindir, bu sənindir. Siz düşünürsünüz ki, biz bir ölkədə yaşayırıq, ölkənin vətəndaşlarıyıq, biz insanıq, biz irəli gedirik, bu cəmiyyətdir, cəmiyyətin qaydaları var, prinsipləri var və s. və s. və s. və s. və s. və s. hamısını sadalamıram. Bunların hamısı bir yerdə, bu anlayışların, konsepsiyaların, düşüncələrin, fikirlərin, incə nüansların, hətta mənəviyyat nüanslarının xarakteristikaları belə, hiyləgərlik pisdir, dürüstlük yaxşıdır, egoizm pisdir, ədalətli olmaq yaxşıdır. Bunlar hamısı bir yerdə sizin gerçək matriçanızı yaradır. Matrix budur, film deyil. Əsl matrix elə budur. Siz küçəyə çıxanda elə əsl matrixi yaşayırsınız. Və bu cəmiyyət, bu matrix sizin əsl gerçəkliyinizi, yəni özünüzü tanımağınızı, görməyinizi istəmir və heç vaxt icazə verməyəcək ki, sənin özünlə bağlı, identifikasiyan ilə bağlı şübhələrin yaransın. Ona görə Richard Dawkins'ın və Charles Darwin'in fəlsəfələri, yazdıqları kitablar işləmir.
Çünki cəmiyyətin, toplumun varlığı üçün, sistemin, matrisanın dayanması üçün ən azından dini, ruhani dünya görüşləri olmasa da, məsələn, konseptual kökləri oradan gələn, kökləri dinlərdə olan humanizm fəlsəfəsi, konstitusiya fəlsəfəsi, insanlıq fəlsəfəsi, vətəndaşlıq fəlsəfəsi burada işləyəcək və beləcə insanlar bunu qəbul edəcək. Tutaq ki, sən ateistsən, dinlərə, Allaha inanmırsan, amma sən vətəndaşlıq fəlsəfəsinə, konstitusiya fəlsəfəsinə, insaniyyət, insanlıq, humanizm fəlsəfəsinə inanırsan, düzdür? Bunun da kökləri elə həmin dinlərdən gəlir. Sadəcə yavaş-yavaş əsrlər ərzində inkişaf edib, bu qədər. Yəni bunu daha dəqiq, konseptual olaraq məntiq formatında qavramaq olar. İstəsəniz, araşdırmaq istəsəniz, dərk eləmək istəsəniz, özünüz üçün bunu qavraya bilərsiniz ki, birinci din gəlib, şəriət, 7-ci əsrin şəriəti, 8-ci əsrin şəriəti, indiki konstitusiyadır, humanizmdir, insan fəlsəfəsidir, ombudsmandır, insan haqlarıdır, Birləşmiş Millətlər Təşkilatıdır, insan nədir, insan necə olmalıdır, humanizm və s. Bunlar hamısı matrisadır və matrixin əsaslarıdır. Ona görə də Richard Dawkins'ın və Charles Darwin'in fəlsəfələri işləməyəcək burada. Amma bunlar Charles Darwin və s. bunlar elmidir, bunlar yenə də bioloji baxımdan yanaşır. Əsl sən kim olduğunu bilmək istəyirsənsə, cəmiyyətdən kənar durmalısan. Ona görə monahlardır, monastırlara gedirdilər, dua edirdilər, tekkiyələrdə məsələn səcdəyə dururdular, həmin bu sufilər, sufizmdə olanlar. Yəni sən hər bir halda cəmiyyətdən, toplumdan uzaqlaşırdın. Niyə görə? Bunda pis bir şey yoxdur. Və görürsünüz, biz deyirik ki, bizdə belə bir söz var, tək olan Allahdır, sən tək ola bilməzsən. Niyə görə bunu deyilir? Bunu deyirlər ki, sən bunun içində, bu sistemin içində qalasan və bir qram da şübhələnməyəsən ki, özün identifikasiyan haqqında şübhələnməyəsən. Hər bir insanın, istərsən qoyun quzuya oxşa, nəyə oxşursan, necə olursan, savadsız, təhsilli, savadlı, təhsilli, yaxud da ki, təhsilsiz, ağıllı, qoyun nə olursan ol, hər birimizin identifikasiyası var. Mən kişiyəm, mən buna aidəm, mən beləyəm, mən beləyəm, mən beləyəm, düzdür? Və bu identifikasiya prosesindən çıxmaq üçün sən cəmiyyətdən kənar olmalısan. Ən azından tək qalanda, cəmiyyətdən uzaqlaşanda, cəmiyyətin fövqündə qalanda artıq bu identifikasiya prosesi aradan qaldırır və derealizasiya, depersonalizasiya, sözü deyə bilmədim. Derealizasiya, depersonalizasiya adlı iki cür xəstəlik, psixoloji xəstəlik çıxır ortaya. İndi psixoloqlar deyir ki, bunlar xəstəlikdir. Xeyr, sadəcə identifikasiya prosesi getdi deyə depersonalizasiya başladı. Düzdür? Sən artıq kim olduğunu deyə bilmirsən, bilə bilmirsən. Sən başqasına baxıb, sən əvvəl insan olanda adi bir insan idin da, 2 milyon il gələn təkamül sənə deyirdi ki, bu sənsən, bu sənin tayfandır, bunlar sənin adamlarındır, sən insansan, kişisən, qadınsan. O isə düşməndir, o yaxud da ki, tacirdir, onunla bir münasibətdə olmaq olar, dostluq və s. eləmək olar. Amma indi sən bundan kənardasan deyə sən özünün də kim olduğunu deyə bilmirsən və onun da kim olduğunu deyə bilmirsən. Beyin də bu naməlumluğu qəbul edə bilmir deyə şoka düşür və depersonalizasiya adında bir psixoloji xəstəlik güya ki ortaya çıxır. O xəstəlik deyil əslində. Baxın, mən dəfələrlə başa saldım ki, sizin beyniniz sosial-ictimai cəmiyyətdə, bax bu cəmiyyətdə yaşayır deyə mənlik adında bir fantomu, bir illüziyanı yaradır, onun üstünə bütün məsuliyyəti yüklüyür və beləcə siz nə edirsiniz? Onun gerçəkliyinə inanırsınız. Bu mənlik də necə yaranır? İdentifikasiyadan yaranır. Sənə balaca olanda, 2-3 yaşın olanda sənə deyiblər, sən kişisən, qadınsan, özünü belə apar, elə apar və sənin valideynlərindən, ətrafdakı insanlardan yığdığın məlumatlar, xarakteristikalar sənin öz mənliyini formalaşdırır
səni yığır, sən elə bil sənin mənliyin, egoizmin, ego yığılır. Sən yaxud da ya yaxşı bir insansan, ya pis bir insansan, ya güclü olmaq istəyirsən, ya zəif olmaq istəyirsən. Bu proses gedir, bu mənlik yığılır və nə baş verir? Bundan sonra sən cəmiyyətdə yaşayaraq təsdiqləyirsən, təsdiqlənmə prosesi gedir. Amma sən və oyun oynayırsan, oyun oynamağa davam edirsən. Bu rolun, bu personajın içində olmağa və rolunu oynamağa davam edirsən. Məsələn, identifikasiya prosesi. Sənin övladın var, sən avtomatik düşünürsən ki, mən atayam, anayam, bu mənim övladımdır, məsuliyyət daşımalıyam və s. və s. Matriça beləcə yaranılır. Amma dediyim kimi, cəmiyyətdən kənar olanda bu derealizasiya, depersonalizasiya sanki psixoloji xəstəliklər kimi qeydə alınır və pis qəbul edilir. Allah təkdir, biz tək ola bilmərik. Bu da yalançı bir fəlsəfədir. Bunu ona görə deyiblər ki, sən şübhələnməyəsən, özünü tanımayasan, aldadır bu sistem səni. Deməli, kənarda olanda manaq kimi, Budda kimi və s. tipajda olan, məsələn, Əbdülqadir Qeylani kimi səhralara filan gedəndə, səndə bu identifikasiya prosesi aradan qaldırılmağa başlayır və burada gözəl bir imkan yaranılır. Ya sən özünə yeni mənlik yaratmaq üçün yaradıcılığından istifadə eləyəcəksən və yeni bir şəxsiyyət, yeni bir düşüncə forması, yeni bir fəlsəfə, yeni bir iman, din, yaradıcılıq konsepti yaradacaqsan və qaydacaqsan cəmiyyətdə, bunu insanlara təqdim eləyəcəksən, yaxud da ki, ondan daha yaxşı olan bir şey eləyə bilərsən, o da ki, özünü dərk eləyə bilərsən. Özünü dərk eləmə prosesinin də əsasında bu identifikasiyalardan, yalanlardan, inandığın anlayışlardan qurtulmaq var. Ən birincisinə toxunaq. Ən birincisi nədir? Bax, dedim, matrisada, o sistemdə ən birincisi nədir? Belə bir piramida var. Tələbatlar, ehtiyaclar piramidası psixologiyada. Maslov adında psixoloqun piramidasıdır. Ruhani tələbatlar orada ən sondadır. Birinci sağ qalmaq və s. yemək, özünü ifadə eləmək, yaradıcılıq, ondan sonra gedir sevgi və s. Bax, bu piramidaya bənzər, matritsada belə qurulub. Ən birincisi nədir? Sənin insan olduğuna inanmaq. Sən insan olduğuna inanırsan. Yenə deyirəm, indi biz bundan kənardayıq da cəmiyyətdən. İndi özünə sual ver. Səndə derealizasiya, depersonalizasiya prosesi gedir. Sən bir növ əzab çəkirsən. Vicdan əzabı çəkirsən. Çünki cəmiyyətin sənin içinə yeritdiyi proqramlar hələ də işləyir. Sən məsələn işləməyəndə, tənbəllik eləyəndə sən əzab çəkirsən. Düzdür? Çünki cəmiyyət içində deyir ki, cəmiyyətin səsi, o vicdan dediyimiz əsl vicdan deyil. O, cəmiyyətin sənin şuuruna yeritdiyi polisdir. Sənin şəxsiyyətin, sənin düşüncələrin, hər bir şey bu cəmiyyətdən alınıb, bu cəmiyyətdən götürülüb. Sənin içində sən yoxsan. Sənin içində sən deyə bir şey yoxdur. Sən bütövlüklə, cəmiyyətdən götürülənlə özünə, yəni beyninin, hətta bunu sən belə yaratmamısan, mənliyi. O mənliyi sənin beynin yaradıb, bildiniz? Yaratdığı bir məhsulsan, bir fantomsan, bir illüziyasan. Və araşdırma, sorğulama getməlidir. İnsanların sevmədiyi bir şeydir. İnsan nədir? Sən əsl insan formasını görmüsənmi? Əsl insan hardadır? Görmüsənmi? Yoxdur insan. İndi gəlin, bax belə ekrana baxırsınız, mənə baxın. Mən də özümə baxaraq bu prosesin necə getdiyini sizə başa salacağım. Mən birinci baxıram, ağlıma gələn düşüncədir. Mən insanam. Bəs əsl insan hardadır? İnsan modelini siz görmüsünüzmü? Hardasa, ideal bir insan. Yox. Fəlsəfə bizə deyir ki, mən o demişəm, Platon əsl insan barəsində danışırdı. Diogen soruşdu ki, nədir əsl insan? Deyir, tüksüzdür. Tükü yoxdur, əli qolu var, ayaqları var. Diogen də gedir, toyuğu götürür, deyir, yoldurur onu və yolmuş toyuğu gətirir Platona göstərir ki, bax bu
insandır da. Görsən tüksüzdür, əlləri var, ayaqları var. Bu insan deyil. Yəni nəyi demək istəyir? Sorğuluyur burada ki, insan deyə bir şey yoxdur. Əsl insan modeli yoxdur. İnsan sadəcə Platonun dediyi kimi onun öz sözləri ilə desə, ideyalar aləmindən əmələ gələn bir ideyadır. Sənin bioloji sisteminin qədim zamanlardan bu tərəfə gələn yaratdığı inanç sistemidir, fəlsəfi inanç sistemidir və bu sistemə inana sən bunun içində yaşayırsan. Sən cəmiyyətdən kənara çıxanda sən artıq görsən insan olmursan. Mauqli var da. Gördünüz, insan olma təcrübəsi heç yerə getmir. Sən irəliyə getmir. Sən insanlar içində yaşamırsansa, doğulandan sən Maugliyə çevrilirsən. Tarzan kimi bir adama olursan. Yəni gördünüz, yəni bizim fəlsəfələrimiz, düşüncələrimiz, inanclarımız DNK ilə getmir. Şuurla getmir, ötürülmür. Sənin indi uşağın olsun, o meşədə yaşasın, o insan olduğunu bilməyəcək. Gördün? Yəni sən insan deyilsən. Sən canavarlar içində yaşasaydın, timsahlar içində yaşasaydın, sən timsah kimi aparacaqdın özünü. Və bu sənin azad varlığın, təbiətindir. Və sən bu cəmiyyətdən aldadıcı, səni baskı altında, sənin içinə proqramlar yeridərək saxlayan cəmiyyətdən uzaqlaşanda, kənarda duranda bir monarx kimi, bir rahib kimi sən özünü qavramağa başlayırsan. Əsl kimliyini ortaya çıxardırsan. Birinci bu lay, bu mənliyin üzərində olan laylardan azad olmalısan. Sən insan deyilsən. Yəni, bax, tutaq ki, mənim qollarım var, mənim başım var. İnsanlar var ki, 6 dənə barmağı var. İndi onlar insan deyirlər. İnsan var ki, 2 dənə buradan da əli çıxacaq. O insan deyil. Hə? İndi biz deyək ki, onlar insan deyil. Niyə mən bunu vurğuluyorum? Çünki bir videoda, keçmiş kanalda, videoda demişdim ki, insan illüziyadır və bu illüziyanın necə yarandığını başa salırdım. Ki, ta qədim zamanlardan bizlər bir canlıydıq. Özümüzü digər canlılardan fərqləndirmək üçün özümüzə bir illüziya yaratdıq. İnam yaratdıq. Məsələn, təsəvvür edin ki, 10 dənə uşaq var. Mən də o uşaqların içindəyim. Və mən özümü bu uşaqlardan fərqləndirmək üçün deyirəm ki, mən, məsələn, qəhrəmanam. İnanıram buna və artıq inanıram və kimsə məsələn məndən sonra gələnə də deyirəm ki, biz qəhrəmanıq, biz qəhrəmanıq, biz qəhrəmanıq və belə bu düşüncə ötürülür, sivilizasiyalar yaranır. Əvvəlcədən mən düşündüm ki, mən heyvanlardan artığam, heyvanlardan üstünəm, heyvan kimi olmayacağım, əlimizdən gələni elədik ki, heyvan kimi olmayaq. Və Nietzsche'nin dediyi kimi, insanı məcbur elədik ki, o sözünü tuta bilən bir varlığa çevrilsin. Heç bir canlı, heç bir varlıq sözünü tuta bilmir. Dediği sözə əməl eləyə bilmir. Biz isə eləyirik. Niyə görə? Çünki cəzalandırmaqla. Allahı da yaratdıq qorxu üsulu kimi, cəzalandırmanı da yaratdıq. O əsl Allah deyil. O bizim sistemimizin yaratdığı, şuurumuzun yaratdığı bir Allahdır. Cəmiyyətin, toplumun, tarixin, mədəniyyətlərin, adət-ənənələrin, tələbatlara, ehtiyaclara görə, öz dövrünün tələbatlarına, ehtiyaclarına, sistematikasına görə yaratdığı bir Allah inancılı formasıdır. Və biz buna inandıq. İnandıq, yaşadıq min illər boyu. Mən əgər orta əsrdə Londonda yaşasaydım, mən istər-istəməz Allaha inanacaqdım və hər bir şeyə də əməl eləyəcəkdim. Mən də, siz də, düzdür. Nəyi demək istəyirəm? Əgər mən, məsələn, milyarder ailəsində dünyaya gəlsəydim, mən indi oturub video çəkəcəkdim. Yox. Nəyi demək istəyirəm? Yəni, sən inanırsan ki, mən beləyəm, lovğalanırsan. Mən böyüyəm, mən beləyəm, eləyəm. Mən demək istəyirəm ki, sənin mənliyin təsadüflərdən asılıdır. Təsadüfi baş verən hadisələrdən asılıdır. Sən özünü yaratmamısan. Sən başqa bir vaxtı yaşasaydın, sən başqa birisi olacaqdın. Və
onun kimi hərəkət eləyəcəkdin, inanacaqdın. Sən qədim Romada yaşasaydın, insanların bir-birini arenada qladiatorların bir-birinə qılınc soxub bir-birlərini öldürməsinə normal baxacaqdın. Düzdür, sən şəxsi şuurun inkişaf eləyə bilərdi, sən Budda kimi mərhəmətli, mülayim ola bilərdin. Amma yenə də sən bunu normal bir şey kimi baxacaqdın. Düzdür? Yəni belə bir şeydir. Şəxsi inkişafdan keçən insanlar var. Məsələn, onlardan biri Buddadır. Mərhəmət, mülayimlik, insanilik, humanizm, sevgi, digərlərini özün bilmə və bunları ona görə sevmə anlayışını, ideyasını məhz Budda gətirdi. Mərhəməti Budda bir reklam vasitəsilə yaydı. Dedi ki, mərhəmətli olacaqsınız, karma təmizlənəcək, o olacaq, bu olacaq. O yaydı. Ondan əvvəl mərhəmət anlayışı, mülayimlik, şəfqət anlayışı yoxdur. Kimi gördün, vur başını, kəs tulla. Bax, belə bir şeydir. İndi sən bu cəmiyyətdən kənardasan, sorğu-sual edirsən, görsən, mən düşünürəm ki, yaxşı, mən insan deyiləm, bəs mən nəyəm? Və mən avtomatik əllərimə baxmağa başlayıram. Fikir verin, çox insan özünü dərk eləməyə başlayanda əllərinə baxır, əlin xətlərinə baxır, sual verir, bu nədir belə? Bu nəyə lazımdır? Bu nəyə lazımdır? Ondan sonra sən qarnını hiss eləməyə, bədənini hiss eləməyə başlayırsan, qulaqlarını, başını və düşünürsən ki, ola bilər, bəlkə psixoloqlar düz deyir, elm adamları düz deyir, mən başın içindəyəm. Onu bil ki, elm adamları şuuru başın içində tapa bilməyib. Bu bilirsən nəyə bənzəyir? Mən sizə kinoteatrla bağlı, izləyici və kinoteatrla bağlı neçə dəfə analogiya gətirmişəm. Çünki bu sadə analogiya ilə biz həqiqəti daha aydın olaraq özümüz üçün anlamasaq belə təsəvvür eləyə bilərik də. Bax, elə bil, bu mənəm və mənim beynimin içində şuuru tapmağa çalışırlar. Mənəm, televizor var. Televizorun içində, mən oturmuşam kresloda, televizor var. Televizorun içində elm adamları mənim beynimi kəsir və onun içində şuur axtarır. Mən də oturmuşam burada. Bax, elm adamlarının şuuru axtarması onun kimi bir şeydir. Çünki şuur beynin içində deyil. Onu orada tapmaq mümkün deyil. Şuur, onu da yadınızda saxlayın. Bax, bu məkan var, mənim ətrafımda nədir? Ətrafımda bax, bu bütöv nədir? Bu məkandır, düzdür? Zaman, məkan. Şuur burada da deyil. Burada atomlar ola bilər, hissəciklər, kvantum, elektronlar ola bilər, düzdür? Onları biz belə görə bilmirik. Schrödingerin dediyi kimi, Schrödingerin pişiyi kimi biz onu görə bilmirik. Biz təsəvvür eləmək istəyirik ki, o necə görünür. Amma kvantum dünyasında heç bir şey biz gözümüzlə görüb qavraya bilmirik. Biz sadəcə belə ola bilər deyə çəkmişik. Həmin o atom modeli də elə deyil. Proton, neytron, burada da elektron uçur. Biz elə deyil o. Biz elə təsəvvür eləyirik, bildiniz? Onlar belə bilmirlər ki, kvantum dünyası necə işləyir. Sən kvantum dünyasının necə işlədiyini anlaya bilmirsənsə, sən hər bir şeyin fövqündə olan şuuru necə qavrayacaqsın? Düzdür, bu burada yoxdur. Elm adamları orada kəsir, doğrayır mənim başımı. 17-ci, 18-ci əsrdə deyil eləyirdilər. Kəsirdilər beyni, güya düşünürdülər ki, beynin içində limbik sistemdə insanın ruhu yaşayır. Orta əsrdə düşünürdülər ki, başı kəsirdilər, gördülər ruh yoxdur. Orta əsrdə isə düşünürdülər ki, əgər sənin başın ağrıyırsa, orada şeytanlar işləyir. Belə-belə vurursan, qan tökülür, şeytanlar çıxır və sakitləşirsən. Onda inanırdılar, indi də inanırlar, bildiniz? İnsanların mələklərə, şeytanlara inanması, insanların elmə inanmasından heç cürə fərqlənmir. Bu eyni inamdır, eyni inancdır və eyni matrisanı, matriksi yaradır. İndi, bax, mən təsəvvür edin, insan olmadığımı anladım və özümü dərk eləməyə çalışıram. Mən harda özümü dərk eləyirəm? Mən özümü filmin içində dərk eləyirəm, ekranın içində dərk eləyirəm. Sizin əsl kim olduğunuzu bilməyiniz üçün yenə də bax, bu analogiyadan istifadə edirəm. Bax, mən buradayam, bunun içində. Bu zamandır, məkandır,
Atomlar var, bədən var, fiziki proseslər, kimyavi proseslər, psixologiya, psixi proseslər gedir, düzdür? Və orada əsl mən oturmuşam. Əsl mən oturmuşam və bu ekranda baş verənlərə baxıram. Filmin içində bir personaj var. O əlinə baxır, özünü dərk eləməyə çalışır. Əsl mən isə oradayam. Mən də belə əlimdə popkorn yeyirəm və ona baxıram kinoteatrda. Kinoteatrda oturmuşam, baxıram. O isə özünü dərk eləməyə çalışır. Mən kiməm, nəyəm? Bunun içindədir. Bunun içində fizika var, elm var, riyaziyyat var, mistika var, ezoterika var. İndi mən sizə sual verirəm. Filmin içindəki personaj nəyi dərk eləyəcək maksimum? Özünü dərk eləyə bilərmi? Xeyr. Filmin içindəki personaj özünü dərk eləyə bilmir. Bu bir. İkincisi, filmin içindəki personaj maksimum filmin yalan olduğunu, illüziya olduğunu və özünün olmadığını dərk eləyə bilər, düzdür? Amma bunu dərk eləsə film davam eləyəcəkmi? Film maraqlı olacaqmı? Yox. Personaj üçün. Amma əsl sən üçün fərqi yoxdur. O dərk elədi, eləmədi. Sən popcorn yeyirsən, baxırsan. Bu da onun kimi bir şeydir. Yəni sən bir personajsan. Əsl sən bu zamanın, məkanın çərçivəsində deyilsən. Sən hər zaman hər bir şeyin fövqündəsən. Mən ona görə deyirəm ki, sən özünü beynin içində, mədənin içində tapa bilməzsən. Beyin 1, onurğa beyni 2, mədə beyni 3, immunitet 4. Akson, takson, neyron yoxdur. Limbik sistem, neokorteks proseslər gedir, psixoloji proseslər gedir, kimyavi proseslər gedir, düşünmələr gedir, fəlsəfələr gedir, öyrənmə prosesi, qavrama prosesi, düşünmə prosesi, bütün proseslər gedir. Amma sən bunların heç birisində yoxsan. Bildiniz? Yoxsan. Sən burada yoxsan. Mən baxıram belə, gördünüz? Əlimdir bu, bu zamandır. Bax, bu tuta bilirəm məkanı, yox. Və mən özümü dərk eləməyə çalışaraq ancaq burada olanı dərk eləyəcəm. Çünki açar sözləri mən sizə demişəm. Sən nəsənsə, əsilsən, gerçəksən, realsən, nəsənsə, sən onu görə bilmirsən, görə bilməyəcəksən. Sən burada yoxsan çünki. Sən burada yoxsan, sən bunun fövqündəsən. Ona görə sən özünü görə bilməyəcəksən, ona görə özünü tanıya bilməyəcəksən. Yüksək təcrübələr yaşayan, ruhani təcrübələr yaşayan insanlar deyir ki, sən bunu anlayırsan və həyatın davam eləməsi üçün yenidən personaj olmağa razılaşırsan və həyatın beləcə davam edir. Amma hər zaman hatırlayırsan ki, sən burada yoxsan. Ona görə sən burada özünü dərk eləyərək kitablar, musiqi, fəlsəfə, zaman, məkan, fizika, riyaziyyat, ezoterika, mistika, dinlər, Allah, namazlar, dualar, oruclar, praktikalar, meditasiyalar, heç birisində sən özünü tapa bilməyəcəksən, çünki sən burada yoxsan. Olmayan bir şey sən necə tapacaqsan? Sən yoxsan burada. Gerçəkliyimiz budur. Sən bax, burada mən tuturam bunu, görsən yoxsan. İndi bir dənə də analogiya deyəcəm, o sizə ümumiyyətlə daha aydın qavramağa kömək eləyəcək. Yuxu var, yuxu prosesi. Görürsünüz, hamımız yatırıq və ən azından pis yaxşı yatsaq, pis də yaxşı da yatsaq, yenə də gümrah oyanırıq, enerjili oyanırıq. Təmizlənmiş birisi kimi, balaca körpə uşaq, saf, masum uşaq kimi oyanırıq. Niyə görə? İndi belə deyim. Təsəvvür elə ki, sən döyüşçüsən, savaşırsan, əlində silah var, proses gedir, müharibə gedir, bombalar, raketlər partlayır və kimsə sənə gəlir, deyir ki, 2 saatlıq yata bilərsən. Sən də deyirsən, şükür Allaha, ay Allah, bayaqdan təşvişin, narahatçılığın, qorxunun, qəzəbin, nifrətin, acığın, kinin, tükənmişliyin, puçsuzluğun, ümidsizliyin, incikliyin, narazıçılığın, qabarmış emosiyaların, duyğuların
təzyiqi altındayam. Böyük bir təzyiq altındayam. Dözə bilmirəm. Sistem dağılır. Şükür Allaha, ay Allah. İndi biraz yata bilərəm. Silahını qoyursan yanına, papağın da başında, soyuqdur hava. Torpaqdasan, bax belə nəsə səri bilər yerə, belə silahı tutursan, başını belə çevirirsən və yatmağa çalışırsan. Və yatırsan. Nə baş verir? Mistika, möcüzə. Bax. Təşviş, narahatçılıq, qıcıq, sinir, insan olmaq, döyüşçü olmaq, savaşçı olmaq, dünyanın olması, zaman məkan fəlsəfəsi, ezoterika, mistika, mifologiyalar, hamısı bir silinə gedir, axırda da qalır. Mən insanam, mən kişiyəm, mən bunlardır. Silindi, rahatçılıq gəldi. Tərtəmiz, varlığın, axıcı, çərçivəsiz, azad olan varlığın rahatçılığı gəldi. Sən heç nəyə məcbur deyilsən. Sən insan olmağa məcbur deyilsən. Sən rahatsan. Sən nəsənsə olsan. Musa Peyğəmbər Allahı Tövrata əsasən görəndə yanan ağacda Musa Peyğəmbər Allahdan soruşdu ki, sən kimsən? Allah da ona cavab verdi ki, mən nəyəmsə oyam. Mən nəyəmsə oyam. Sən də bu vəziyyətdə, bu təmiz huzurun, fərqindəliyin, sakit huzurundasan. Huzurdur, tərtəmiz huzurdur. Sən hər şeydən azadsan. İnsan olmaqdan azadsan və rahatsan. Bu 2 saat sənə möcüzəvi bir yuxu bəxş eləyəcək, möcüzəvi bir rahatçılıq bəxş eləyəcək. Hər gecə də siz bu prosesi yaşayırsınız. Siz təmizlənirsiniz. İnsan olmağınızdan azad olursunuz. Siz azad olursunuz. İnsan olmaq məcburiyyətdir, çərçivədir, yükdür. Gözünü açırsan, sən məcburi şəkildə yaşamalısan, nələrsə eləməlisən, qaçmalısan, qavramalısan. Digər heç bir canlı bu əziyyəti çəkmir. Ən çox əziyyət çəkən varlıq elə insandır. Ona görə yox ki, o məhkumdur əzab çəkməyə. Allah belə elədi, yox. Cəmiyyət belə elədi. Korluq, cahillik belə elədi. Min illərlə davam edən cahillik belə elədi. Bəzi insanlar var, kənara keçdi, özünü dərk elədi, aydınlandı, bizlərə də kömək elədi. Çoxluq amma yaşamağa davam elədi. İnsanlar gəlir, bu yalanları mənimsəyir, həyatını yaşayır. Günahkar, günahsız, dindar kimi, eşşək kimi fərqi yoxdur. Yaşayır həyatını, başını qoyur, ölür, gedir. Bu qədər. Sən onda azad olursan. Deyirsən, ay Allah, bax bu da azadlıq. Çərçivədən, olmaqdan, olmağın özündən azad olursan. Ego səni məcbur eləyir ki, sən bu cəmiyyətdə yaşayasan. Ego sənə icazə vermir ki, sən həyatı ciddi olmayan bir şey kimi qavrayasan. Ego sənə deyir ki, həyatı ciddi qavramaq lazımdır, həyata ciddi yanaşmaq lazımdır, qorxmaq lazımdır, təşvişdə olmaq lazımdır. O zaman sən nə? O zaman nə? Yaxud da dua elə, Allah səni görsün. Niyə? Səni sevsinlər. Niyə? Çünki mənlik hər zaman real olmadığını görmək istəmir. O hər zaman istəyir ki, gerçəkliyini özü üçün təsdiqləsin. Əslində o yoxdur. Çünki sən burada yoxsan. Və sən burada əsl sən yoxsan. Sən başında gedən bax bu şərhləndirmə prosesinə, kommentariyalara, ağlının verdiyi kommentariyalara, düşünmələrə, düşüncələrə və s. şeylərə inanmısan, dır danışan ağlına inanırsan və ona uyğun yaşayırsan. O da ya səni şirnikləşdirir, iblis kimi, ya səni qorxudur.
Ona görə deyirlər ki, ağıl iblisdir. Sən də belə inanırsan ona. O nə deyirsə, ağlın nə deyirsə, sən ona inanırsan. Deyir, bunu elə, elə. Qorx, qorx. Ora getmə, getmə. Bunu eləmə, eləmə. O həm səni psixoloji o deyilən o komfort zonasında saxlayır, həm də ki, elə eləyir ki, sən özünü tanımayasan, görməyəsən ki, sən kimsən, nəsən. Və hər bir insan bizim məsələn cəmiyyətdə, bax, bu iblisin təsiri altındadır. İblis, elə bil, təsəvvür elə ki, hər bir insanın başının içində bir dubinkalı bir şəxs, polis durub, sən bir dənə başını belə eləyən kimi, başına dubinkanı vurur, deyir ki, yerini bil, ora get, bunu elə. Sən düşünürsən ki, sən azad iradəyə sahibsən, özün öz qərarlarını verirsən. Yox, görsən sənin qorxduğun bir şey eləmək istəyəndə sənə kimsə deyir ki, eləmə, olmaz. Kim deyir bunu? Hə? Sən eləyirsən, sənin psixikan deyir ki, qorx. Çünki sən qorxanda sən onun çərçivələrində qalırsan, ondan kənara çıxa bilmirsən. Və bu iblis cəmiyyətləri idarə eləyir, toplumları idarə eləyir. İsa Peyğəmbər İncildə yazıb ki, deyilib orada ki, bu dünyanın sahibi, kralı iblisdir, sən deyilsən. Cəmiyyətləri, toplumları buradan idarə eləyir. Qorxuyla. Bu dünyada sabitlik yoxdur, bu dünyada rahatçılıq, mükəmməlçilik yoxdur. Mükəmməl olma deyə bir şey də yoxdur. Ay, mən rahatlanacağım, sakitləşəcəm, çatacağım, Allahı qavrayacağım, nəfs mərtəbələrini aşacağım və mükəmməl olacağım. Belə bir şey yoxdur. İllüziyadır. İblis hər zaman sənin qarşına çata bilməyəcəyin məqsədləri qoyur. Reallaşmayacaq məqsədləri qoyur. Aldadır səni. Deyir, maşını al, xoşbəxt olacaqsan. Alırsan, bədbəxtsən, deyir, get başqasını al. Və sən ona aldanılırsan, inanırsan. O da sənə deyir ki, bax, bu zaman, məkan var, fəlsəfə var, inamlar var, inancılar var. Sən buradasan, sən burada yoxsan. Ona görə insan olmaq, insan olduğunuza inanmaq çərçivədir, azadlıq deyil. Bu qədər.